Sovetski kimi tanınan məhəllədə kiçik ölçülü yaşayış yerlərinə sahib olanlara diqqət ayıraq. Onların dərdinə əlac edən tapılıb. Kiçik ölçülü mənzil sahibləri də yeni evlərlə təmin olunub. Murad İlqaroğlu'nun reportajına baxaq. Ömrünün 45 ilini Sovetskidə yerləşən bu kiçik mənzildə yaşayan Almaz Nəcəfova illərlə rütubət və havasızlıqla mübarizə aparıb. Sovetskinin sökülməsi, yaşayış sahəsi 25 kvadrat metr və daha az olan şəxslərin mənzillə təmin edilməsi qərarı isə çoxları kimi Almaz xanıma da ümid yeri olub. Hazırda onları paytaxtın Nərimanov rayonunda yerləşən yeni təmirdən çıxmış binalarda mənzillər gözləyir. 4 ay 5 ay olar ki, eşitdik ki, bizə ev veriləcək. Mən çox şad oldum ki, belə bir vəziyyətdə yaşamaqdansa, dövlətin verdiyi ev heç vaxt pis ola bilməz. Mənim bu yaşımda mən elə bir təmir eləyə bilərdimmi? Yox. Daha sonra mənzil verilən digər ailələrin də hazırki yaşam şəraiti ilə tanış olduq. Həqiqətən vəziyyətin necə acınacaqlı olması göz önündə idi. Sakinlər isə yeni mənzillərinə köçəcəyi anı səbirsizliklə gözləyirdilər. Elə bil ki, ağ günə çıxmışam. Elə bil ki, anadan təzədən doğulmuşam. Çox gözəl binadır, çox gözəl binadır. Şüşəbəndi də gözəldir, otaqların özü də çox gözəldir, genişdir, pəncərəsi də çox gözəldir. Yasamal və Nərimanov rayon icra nümayəndələrinin iştirakı ilə sözügedən kateqoriyaya daxil edilən şəxslərə mənzillərin açarları təqdim edildi. Sakinlərin istifadəsinə biri 104, digəri 96 mənzildən ibarət 2 bina verilib. Hər bir mənzil isə 2 otaqdan ibarətdir. Mənzillər tam təmirlidir. Otaqların mebellə təchizatı isə sakinlərin öz hesabına təmin ediləcək. Binada olan bir mənzilin mebellə təmin olunması isə diqqət mərkəzində idi. Onun sahibi tikinti təşkilatı tərəfindən püşkatma yolu ilə müəyyənləşdirilib. Mən Sovetskidə çox kiçik evdə yaşayırdım. Bizi həmin ərazidən çıxardılar. Baxın, indi bu mənzil veriblər. Otaqlar mebellə təchiz olunub. Mən çox təşəkkür edirəm. Müqayisə üçün deyim ki, verilən mənzillər sakinlərin Sovetski adlanan ərazisindəki mövcud yaşayış sahələrindən 2-3, bəzi hallarda isə 4 dəfə böyükdür.